Devam edirik əziz tamaşaçılar, oyun hələ ki yekunlaşmayıb. Hələ oyun davam edir və Şəmkirin heyətində dəyişiklik oldu. İndi Şəmkir hesabı aça bilər. Pas versəydi yaxşı olardı amma henüz. Və artıq oyunun 56-cı dəqiqəsi başlayıb. Və blok geldi. Out Şəmkir komanda, out Xankəndi komandasında. İndi görək nə baş verəcək. Xankəndi komandasından futbolçusu sürüşdü. İndi zərbələr bir-birinə arda-arda əvəz edir. Və az qol hesabı aça bilərdi Xankəndi komandası. Siz de bizim YouTube kanalımıza abone olun ki sabah Bakı Sporting Cəbrayıl görüşünü size canlı olarak təqdim edəcəyik. Artıq oyunun 2'də 1 hissəsi geridə qalmaq üzrədir. Pas. Və yerdə qalan oyunçu var Şəmkirin heyətində. Və Xankəndin futbolçuları itiraz edir. Hakimə deyir, yəni yalandan eləyir, amma Şəmkirin futbolçusu bildirir ki əsl ayağım ağrıyır. Şəmkir komandası sərbəst atışdan oyunu davam elətdirirlər. Oyunun artıq 58-ci dəqiqəsi başlayıb. Və out Şəmkir komandasında. Out deyəsən yenə də Şəmkirindir. Və Xankəndi komandasının baş məşqçisi İbrahim Uzuncan. Oyunu artıq 2'də 1 hissəsini geridə qoyduq. Yerdə qalan oyunçu var amma hakim ona baxmır. Niyə? Nə baş verəcək? Şəmkirin futbolçusu yerdə qalıb. Həkimlər meydana dəvət olunmalıdır. Ayaq üstündə burada ama ayak üstündə. Yəni mən deyirdim ki həkimlər meydana dəvət olunlar. Artıq oyunun 3'də 1 hissəsinə doğru addımlayırıq. Out Şəmkir komandasından idi. Pas. Ya. Aha, pressing qəşəngdir. Xankəndində hesab aça bilərdi amma heç nə alınmadı. Blok əla. Heç nə alınmadı.
Oy 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 oy. Şəmkir komandasının futbolçusu yerdə qalıb və Xankəndinin bu ucunu həqiqətən heç nə əliyyətdə qalmadı. Bir kimi qapı bomboşuydu ama gedib gol vura bilmədilər. Artıq oyunun 61-ci dəqiqəsi gedir. Oyunun 3'te 1 hissəsinə doğru addımlayırıq. Və sarı verək olacaq deyəsən. Bəli, sarı verək. Artıq Xankəndinin futbolçusu sarı verək aldı. Və Şəmkir komandası isə cərimə zərbəsi vuracaq. Bu cərimə zərbəsindən hansı komanda qələbəyə doğru addımlaya biləcək? Bugün Azərbaycan 2-ci liqasına hücum vurulacaq. Bu turuna və gələn turda başımıza nələr gələcək? Və oha, ayaqla pas. Top meydanı tərk edir. 63-cü dəqiqə başlayır artıq. Şəmkir komandasının da yıkılmaq ehtimalı da var idi burada. Şəmkirin əksizini izləyirik. Və Xankəndi İbrahim Uzuncuğan yetirmələri görə eləyəcək, qayda pozulub. Şəmkir komandası qaydanı pozmuşdu və Xankəndi komandası cərimə zərbəsi vuracaq. Xankəndi komandasının da baş məşqçisi İbrahim Uzuncuğan. Dəyişiklik olur. Xankəndinin heyətində 17 nömrəli oyuncu girir. İbrahim Uzuncu növbəti dəyişikliyini döyüşə atdı. Əslində dəyişiklik eləməmişdi və indi dəyişiklik elədi. Bu cərimə zərbəsindən görək hansı komanda qalib ayrılacaq? Atılanın 3'te 1 hissəsində də gol sükutu pozulmayıb. Və əla bir pas, qəşəng geçin alınmadı. Top qapının yanından keçir. Və qapıdan zərbə. Mikrofon arxasında da mənəm, Demirov Hüseyn ağa. Artıq 65-ci dəqiqə gedir.
Şimdi birinci futbolçu diyorsun. Zebalanıp diyorsun başı geldi. Hakimler tez meydana davet olunur. Xankəndi komandasının da baş məşqçisi İbrahim Uzuncan. Deyəsən Şəmkir komandasında dəyişiklik olacaq birazdan və Xankəndi komandasının da həkimləri tez ora getdilər. Aha, qalmaqal böyür bu oyunda. Yenə də Azərbaycan 2-ci liqasının bağlanış oynudur. Bu oyunda hansı komanda qələbəyə sevinəcək? Artıq oyunun 67-ci dəqiqəsi başlayır. Oyunun 3'te 1 hissəsində də hələ ki gol səsi yoxdur. Gol sükutu pozulmuyor. Neftçi futbol mərkəzindəyik. İndi Şəmkirin hücumu gəlir deyəsən. Vüqar Nadirovun getişindən sonra qələbəsizlik seviyesini dura biləcəklərmi? Və blok gəldi. Və bir pressing. Və gol! Gol değil. Futbolçu pis sıkıldı orada. 68. dəqiqədir. Oyunun sonları da asta. Belki onun penaltı. 11 metrlik cərimə zərbəsi təyin olunur. Penaltı. 68. dəqiqədə hesab açıla bilər. Yoksa 68-69. dəqiqələrdə hələ ki Şəmkirin futbolçuları hakimə əhatə dairəsinə alıblar. Kapitan hakimlə söhbət edir. Bildirir ki kənara çəkilir. Futbolçulara 69. dəqiqədə penaltı vurmaq hüququ qazanır Xankəndi komandası. İbrahim Uzuncan yetirmələri deyəsən qələbəsizlik seviyesini davam etdirəcək Şəmkirlə oyunda. Üçüncü dəqiqə başlayır artıq. Altmış 9-cu dəqiqə yekunlaşır. Və getdik. Gol! Gol bəli. 1-0. Golun müəllifi Emin Quliyev. 1-0 Xankəndi komandası irəli keçir. Oyunun 70-ci dəqiqəsində.
Və siz də bizim YouTube kanalımıza abunə olun ki, sabah Bakı Sporting Cəbrayıl görüşünü izləmək şansınız olsun. 71-ci dəqiqə gedir. Azərbaycan 2-ci liqasında hesab açıldı. İkinci hissədə 1-0 golun müəllifi isə Emin Quliyev. İbrahim Uzuncuğan səsini eşidirik. Xankəndi komandasının çalışdırıcısı və görək necə Şəmkir komandası Xankəndi gol vurulandan sonra fəallaşıb. Qayda pozulub və cərimə zərbəsi təyin olunur. Bəhruz Teymurovdur topun arxasında. Karvanın sabiq futbolçusu Bəhruz Teymurov. Görək bu oyunda qələbə qazana biləcəkmi? Xankəndi komandası 73-cü dəqiqə gedir. Deyəsən dəyişiklik olacaq Şəmkirin heyətində. 66 nömrəli oyuncu çıxır, 11 nömrəli oyuncu girir. 73-cü dəqiqə başlayır. Bəhruz Teymurov Karvanın yetirməsidir. Həm də Karvanın sabiq futbolçusudur. 31-32 yaşlı futbolçu. Doğrusu 30-31 yaşı var Bəhruz Teymurovun. Dördüncü dəqiqə edir, artıq oyunun sonlarıdır. Və indi Lokava artıq oyunun sonlarıdır. 4'də 1 hissəsini də geridə qoyduq. Belə futbolçular bir-birlərini düzəltdə görmürlər. Top meydanı tərk etməyib. Meydandadır. Dördüncü dəqiqə edir. Azərbaycan 2-ci liqasının 65-ci dəqiqə edir artıq. Futbolçular bir-birlərini zədələyə bilərdi belə məqamda. Amma bəxtləri gətirdi. İbrahim Uzuncuğanın hələ də səsi gəlir və İbrahim Uzuncuğan hesabı açdıqdan sonra futbolçularına bildirir ki, yəni arxaya oturmayın, çalışın, yəni qabağa gedin, alıb Xankəndi komandasınındır. Əslində qolun müəllifi Emin Qasımovdur, yəni Quliyev yox, Emin Qasımovdur. Xankəndinin birinci qolun müəllifi.
Ve ikinci gol gelir. Gol! 2-0. Golun müəllifi oyunun 76. dəqiqəsində Karvanın sabiq futbolçusu Bəhruz Teymurov. Artıq Xankəndi komandası ikinci golu vurur. "2-0 İbrahim Uzuncan yetirmələri öndədirlər. Birinci hissədə həm Xankəndi həm də Şəmkir komandası diktə eləyən tərəf idisə, ikinci hissədə meydan sahibləri diktə eləyən tərəf oldu və Şəmkirin futbolçusu yerdə qalıb. Həm Emin Qasımov həm də Bəhruz Teymurov fərqləndilər Xankəndi heyətində. Azərbaycan 2-ci liqasının mərkəzi oyununda meydan sahibləri irəlidədir. 2-0. Yetmiş 7-ci dəqiqə gedir. Pas. 78-ci dəqiqə artıq başlayır. Artıq oyunun 4də 1 hissəsi də yekunlaşmaya doğru gelir. Yerdə heç bir futbolçu qalmayıb. Ama Şəmkir komandası da Xankəndi komandasına qarşı qəşəng oynadı. Təbrik edirəm. 78-ci dəqiqə gedir. Və artıq oyunun 79-cu dəqiqəsinə doğru addımlayırıq. Hakim birinci hissə 2 dəqiqə əlavə eləmişsə, görək ikinci hissə nə qədər əlavə eləyəcək. Pas 79-cu dəqiqə gedir. Və aha! Gəlsən ikinci gol gəlir, amma bəxti gətirdi Şəmkirin. Oyunun 5də 1 hissəsinə doğru addımlayırıq. Şəmkirin əksiciliyi davam edir. Oyuna baş verir orada ve deyəsən zədələnən futbolçu var. Qıraq da həkimlər o saat tez qaçdılar oraya görək. Qırağı göstərə bilsən göstərərsən elə. Eyvallah, bunu niyə belə elədi? Xankəndi komandasının baş məşqçisi İbrahim
Uzunca. 81-ci dəqiqədir və Şəmkirin heyətində daha bir də əvəz etmə olunacaq. Əvəz etmə oldu daha doğrusu. Artıq oyunun 8 dəqiqəsi qalıb. 8-9 dəqiqədən sonra Xankəndi Şəmkir oyunu başa çatacaq və ikinci liqa bu oyundan yekun olacaq. Artıq oyunun 82-ci dəqiqəsi başlayır. Mikrofon arxasında da mənəm, Demirov, Hüseyn Ağa. Və top meydanı tərk edir. Sesen 3. dəqiqə başlayır artıq. Şəmkir indi pressingi eləyəcək. Blok gəldi indi. Aha, Şəmkir fəallaşıb. Yap. Hepsini alınmadı indi. İbrahim Uzuncan yetirmələri pressingi tədbiq edəcəklər ama out. Xankəndi komandasının da Sesen 4-cü dəqiqəsi başlayır. Blok geldi Xankəndi komandasından. Ve etna alınmır. Aha, indi Şəmkir son dəqiqələrdə topların birinin ayasını çıxmaq istəyir ama etna alınmır hələ ki. Və golkiper yerində. Aha, pressing devam edir. Xankəndi'nin golkiperi yerində. Xankəndi komandasının baş məşqçisi İbrahim Uzunca. Sesen 5-ci dəqiqə başlayır. Artıq oyunun sonları da asta-asta. Üçdən zərbə ilə oyun davam edir. Sabah bizim kanalda Bakı Sporting Cəbrayıl görüşü olacaq. Sesen 5-ci dəqiqə gedir. Və indi Xankəndi'nin əks hücumu davam edir. Hələ ki İbrahim Uzuncan yetirmələri. Və qapıdan zərbə ilə davam edirik. 86-cı dəqiqə artıq başlamaq üzrədir.
Lakin ikinci hissəni belə əlavə eləyəcək. Və out. Xankəndinin heyətində dəyişiklik olacaq. Artıq oyunun asta sonlarına doğru addımlayırıq. Out Xankəndi komandasında. Və 11 nömrəli oyuncu çıxır. 70 nömrəli oyuncu girir. İbrahim Uzuncan'ı yaxın planda gördünüz. 87-ci dəqiqədir. Out Xankəndinindir. Artıq oyunun bitməyinə 3 dəqiqə qalıb. Dirək. Aha. 88-ci dəqiqə başlayır. Ve penaltı. Penaltı. 11 metrlik çarpma zərbəsi təyin olunur. 88-ci dəqiqədə deyəsən Şəmkinin bəxti açılıb. Gol tilsimini qıra bilər və oyunun son dəqiqələri də hələ ki siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Abunə olun ki sabah Bakı Sporting Cəbrayıl görüşünü izləmək şansınız olsun. Gol! 2-1. Bax belə. Şəmkir açıldı. Artıq oyunda 3 gol var. Yəni oyunun sonlarına qədər Şəmkir hesabı bərabərləşdirə biləcəkmi? Aha. Məncə bir 4-5 dəqiqə əlavə olunacaq. Çünki yerdə qalmalar çox olub. Həkimlərin meydana gidib çıxmaları çox oldu. Yerdə qalan oyuncular. Şəmkir indi cərimə zərbəsi vuracaq. Artıq 90-cı dəqiqə başlayıb. Bu cərimə zərbəsi bəlkə də son ümiddir Şəmkir üçün.
91-ci dəqiqə edir. Yok. Alt Şəmkir komandasında. Oyunun əsas vaxtına 4 dəqiqə əlavə olunur. Məndubunda 5-4 dəqiqə əlavə olunacaq. Hələ ki yayındayıq. En azından Alt Şəmkir komandasında. Şəmkirin en azı 4 dəqiqəsi var. İndi pressing olunur Xankəndi tərəfindən. Deyəsən 3-cü gol gəlir. 92-ci dəqiqə başlayır. Qapıdan zərbə. Xankəndi komandasının da baş məşqçisi İbrahim Uzunca. Mikrofon arxasında da mənəm. Demirov Hüseynağa. Pressing devam edir. Şəmkirin qoltuqları yerləri. İndi az qala pressingi Xankəndi reallaşdıra bilərdi. Amma heç nə olmadı. Son bir dəqiqə. Sarı verək belə. Xankəndi'nin futbolçusu sarı verəklə cəzalar. Hakim bildirir topu vermənə. Grindinə başımıza gələcək anın sonlarında. Cərimə zərbəsi vuracaq Şəmkir. Artıq oyunun sonlarıdır. Bravo. Sağ olun, sağlık kalın. Oyun bitti, sağ olun. Hələlik. Bu seneden getirip oyunu